Salam, xoş gördük. Yenidən sizinlə həmişə olduğu kimi mənəm həkim psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Bir narsistlə ayrılma ərəfəsində olanda nələr etmək olmaz? Adətən bəzi insanlar çox humanistik tutum sərgiləyirlər ki, başa düşürsən, bax mənim sənə qarşı hisslərim ölüb, artıq əvvəlki kimi hiss eləmirəm. Gəl xoşluqla ayrılaq, dostcasına ayrılaq, ara bir söhbət eləyərik. Bu münasibətlər məni yorub. Bu hesabat vermək, bunun kimi hesabat vermək totallıqda səhvdir. Belə olanda narsist sizi manipulyasiya eləməyə çalışacaq. Biz çətin periodlardan keçirik. İnan ki, yaxında biz bir-birimizi çox yaxşı anlayacağıq. Axı biz bir-birimiz üçün yaradılmışıq. Biz ölənə kimi birlikdə olmalıyıq. İnan ki, söz verirəm, bundan sonra fərqli bir insan qarşına çıxacaq. Mən dəyişəcəm. Tamamilə başqa qarşında bir insan görəcəksən. Amma bilin ki, o dəyişimlər maksimum bir ay davam edir. Hələ ən yaxşı halda 2 həftəyə yenidən o vəziyyətə qayıdır. Yəni, məqsəd yenidən sizi manipulyasiya eləməkdir. Çünki o infantildir, aqressivdir, egoistdir. Bu üç xüsusiyyəti daxilində daşıyan bir insandan siz normal addım gözləyə bilməzsiniz. Nə qədər ayrılma ərəfəsində narsistə qarşı yumuşaq olsanız, bir o qədər də o bunu sizin zəifliyiniz özünə isə ümid olaraq qəbul edəcək. Lakin nə qədər sərt bir şəkildə sərhədinizi qoyub getsəniz, yəni mən bu münasibəti sonlandırıram və salam, bundan sonra səninlə heç bir əlaqəm olmayacaq. Bir o qədər də ondan xilas olmaq asan da olar. Heç bir zaman açıqlama verməyin. Heç bir zaman ona ayrılığınızın səbəbini izah etməyə çalışmayın. Və təsis etdiyim The Dark NLP Akademi Azərbaycanda yeganə akademiyadır ki, mən və mənim komandam bu cür təhlükəli insanlar, narsistlər, psixopatlar, paranoid pozuntudan əziyyət çəkənlər, o cümlədən duyğusal olaraq qeyri-stabil insanlara qarşı müdafiə texnikalarını öyrədir. Lazım gələndə onları manipulyasiya eləmək, yönləndirmək, heyvan kimi əhəlləşdirmək, onlardan qaçış planının hazırlanması və bu yeganə necə deyirlər sistemdir ki, bunun seanslarını biz Azərbaycanda aparırıq və başqa heç bir yerdə belə metodlar öyrədilmir. Əgər narsistdən, psixopatdan, digər təhlükəli insanlardan əziyyət çəkirsinizsə, bizə müraciət edə bilərsiniz. Xüsusilə də başda mən olmaqla. Diqqətinizə görə minnətdaram. Sağ olun.